Kişilərdən ibarət millimiz ötən il çətin sınaqlardan keçdi. Ayxan Abbasovun rəhbərliyi altında müsbət irəliləyişlər oldu. Ona təşəkkür edirəm. Komandanın oyununda intizam artıb. FIFA Series 2026 turnirindəki uğur bunun bariz nəticəsidir. Bunu AFFA'nın prezidenti Rövşən Nəcəf Milli Assosiasiyanın hesabat konfransında dedi. O 2027-ci ildə Azərbaycan və Özbəkistanda reallaşacaq U20 Dünya Çempionatı ilə bağlı fikirlərini də bölüşdü. Oktyabr ayının əvvəlində FİFA'nın İcra Komitəsinin iclasında qəbul edilən qərarla futbol tarixində ilk dəfə kişilər arasında dünya çempionatı ölkəmizdə keçiriləcək. Bu da Azərbaycan və Özbəkistanın idman inkişafına verdiyi diqqət, həyata keçirilən dövlət siyasəti, məqsədyönlü dövlət siyasəti və bu ölkələrdə yaradılmış idmana inkişafı üçün şəraitin bariz nümunəsidir. Tədbirdə çıxış edən AFFA'nın baş katibi Cahangir Fərəcullayev Bayıl Arenanın mayda təmirə bağlanacağını bildirdi. Fərəcullayevin sözlərinə görə stadion yalnız uşaq və yeniyetmələrin istifadəsinə veriləcək. UEFA Xətrik proqramı çərçivəsində təsdiqlənən layihə əsasən yeni mövsüm əvvəlinə kimi Ağsu stadionu Premyer Liga standartlarına uyğunlaşdırılacaq. Burada bir veya iki komanda ev oyunlarını keçirə biləcək. İkinci layihə Liv Bonadea arenası ilə bağlıdır. Oradakı meydança tam renovasiya olunacaq. UEFA Xətrik proqramının çərçivəsində təsdiqlənən üçüncü layihə Bayıl Arena ilə bağlıdır. İnkişaf strategiyasının əsas sistemli layihələrindən bəlkə də ən vacibi futbol inkişaf mərkəzləridir. AFFA hazırki mövcud imkanlarından istifadə edərək ilk mərkəzi Bayıl kompleksində təsis etmək niyyətindədir. Artıq may ayında bu kompleks əsaslı təmirə bağlanacaq və bundan sonra uşaq və yeniyetmə futbolçuların yetişdirilməsi məqsədi ilə istifadə olunacaq. FİFA'nın regional meneceri Marion Qavat Milli Assosiasiya tərəfindən görülən işləri yüksək qiymətləndirdi. FIFA rəsmisi bildirdi ki, AFFA'nın ötən il ərzində əldə etdiyi nailiyyətlər təqdirə layiqdir. Biz federasiya və rəhbərlik tərəfindən nümayiş etdirilən peşəkarlığı, operativliyi və əməkdaşlıq ruhunu yüksək qiymətləndiririk. Gələn ildə bu müsbət münasibətlərin davam etməsini səbirsizliklə gözləyirik. AFFA'nın ötən il ərzində əldə etdiyi nailiyyətlər təqdirə layiqdir. Bu münasibətlə həm Federasiya Prezidenti Rövşən Nəcəfi, həm də baş katibi Cahangir Fərəcullayevi təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzuluyuram. Tədbirdə həmçinin qeyd olundu ki, Premyer Liqada komanda sayının artırılması potensial namizədlərin hazırlıq səviyyəsindən asılıdır və bu mövzu İcra Komitəsinin gündəmindədir. Konfransda AFFA'nın 2025-ci ildəki xərcləri açıqlanıb. Qurumun ötən il ərzində xərcləri 49 milyon 110 min 811 manatdır. Milli komandalara xərclənən vəsait 27 milyon 881 min 267 manat təşkil edir. Qızlardan və oğlanlardan ibarət U10-dan başlayan U19-a qədər liqaların təşkili, AFFA Region Liqası və digər turnirlərin keçirilmə xərcləri 2 milyon 271 min 143 manat olub. Qeyd edək ki, klublarımızın Çempionlar Liqası və Avropa Liqası oyunlarına təyinat alan UEFA nümayəndələrinin hakim və hakim inspektor qarşılanması xərcləri də həmin məbləğə daxildir.